Müzakirəmiz olacaq. Bu və digər məsələlər ətrafında studiyamızın qonağı siyasi şərhçi Vəli Əlibəyevlə. Vəli bəy, xoş gördük sizi. Xoş gününüz olsun. Vəli bəy, Ermənistanın həmçinin etik məsələlərinə də nəzarət edən Korrupsiya ilə Mübarizə Komissiyası ölkənin baş naziri Nikol Paşinyanın erməni din xadimləri ilə bağlı paylaşımlarına dair araşdırma başladı. Bu barədə məlumatı sözü gedən komissiyanın rəhbərinin səlahiyyətlərini icra edən Maryam Kalstyan açıqlayıb. Onun sözlərinə görə komissiya öz təşəbbüsü ilə bu araşdırmanı başladı. Bu məsələni şişirdən əslində kimlərdir? Kimə sərf edir bu məsələnin şişirdilməsi bu cür? Əslində bu məsələnin şişirdilməsi Ermənistanda gedən siyasi mübarizənin bir istiqamətidir. Yəni bu əsasda bu məsələlər şişirdilir. Bilirik ki, erməni kilsəsi hər zaman öz tarixi boyu Rusiya imperiyasının regionda siyasətini dəstəkləyən və onun maraqlarından çıxış edən bir qüvvə olub. Son illər bilirik ki, Rusiyanın regionda vəziyyəti bir balaca pisləşib, o maraq dairələrini burada itirməyə başlayıb. Azərbaycanda artıq onun mövcudluğu yoxdur. Ermənistanda da zəifləyib Paşinyan hakimiyyətə gələndən sonra. Hazırda isə Rusiya bu təsiri bərpa etmək fikrindədir. İlk olaraq Ermənistandan başlayıb və bunu həyata keçirmək üçün kilsədən geniş istifadə etmək istəyir. Çünki Ermənistan müxalifəti, siyasi müxalifətdən söhbət gedir. Çoxdandır öz dayaqlarını cəmiyyətdə itirib və bu günləri yeganə bir mərkəzdir ki, hansı ki, cəmiyyətdə az-çox sözü keçə bilər. Bu da kilsədir. Və kilsə də bugünə qədər də həmişə mənəvi dayaqlarla cəmiyyəti öz ətrafında deməli toplaya bilib və Paşinyanın da bugün kilsəyə məhz mənəvi baxımdan hücumlar etməsi bu dayaqları sarsıtmaq və cəmiyyəti özü ətrafında birləşməyə xidmət edir. Maraqlıdır ki, Paşinyanı biz yəni ilk baş nazir seçiləndən sonra da kilsə ilə münasibətlərin çox bərbad idi və Qaregini dəfələrlə istifaya çağırmışdı. Amma vəziyyət bu həddə çatmamışdı. İndi sanki Paşinyan o həddi də keçib və təhqirə də yol verir, müəyyən baş nazirə belə deyək də yaraşmayan açıqlamalarla sosial şəbəkə hesabında müəyyən paylaşımlar edir. Yəni vəziyyət o qədər ciddidirmi? Paşinyan bu yola əl atıb artıq? Tamamilə razıyam. Paşinyan hakimiyyətə gələndən bəri o çalışırdı ki, kilsəni dövlətdən ayırsın. Çünki kilsə hər zaman Ermənistan dövlətində daha önəmli rola malik idi. Onun dediklərinə daha çox qulaq asırdılar. Diaspora ilə də onun əlaqəsi çox geniş idi. Və Paşinyan da hakimiyyətə gələndən bəri başa düşürdü ki, əgər kilsə bu rolunu saxlasa, o ölkədə hansısa bir islahatlar keçirə bilməyəcək sadəcə. Onun qarşısı alınacaq. O ki, qaldı niyə məhz indi bu vəziyyət gərginləşib və Paşinyan artıq daha sizin dediyiniz kimi, necə deyərlər, ciddi təhqirlərə yol verməyə başlayıb. Bu da ki, həqiqətən də vəziyyətin ciddiliyini göstərir. Bir xatırlatma edim ki, bu qarşıdurma daha çox Lavrovun Ermənistana səfərindən sonra başladı. Bu səfərin də əsas məqsədi Ermənistanda öz təsir gücünü bərpa etmək idi və əlbəttə ki, yəqin ki, Rusiya tərəfi də başa düşmüşdü ki, siyasi müxalifətdən bir şey çıxmır. Onlar bütün gücünü artıq din vasitəsilə, kilsə vasitəsilə Ermənistandakı vəziyyəti dəyişməyə yönəldiblər. Hətta Paşinyanın açıqlaması da var idi ki, din xadimləri Rusiyaya işləməkdə günahlandırırdı. Əlbəttə ki, bəli. Bu həmişə belə olub. Son illər isə artıq Paşinyan da başa düşür ki, hazırda bu vəziyyəti o nizamlaya bilməsə, kilsə cəmiyyəti ona qarşı qaldıra bilər. İyunun 9-da proses başlaya bilər. Elə həmin komissiyanın üzvü deyir ki, Paşinyanın bəyanatı ilə bağlı vəkil Araz Zöhrabyanın şikayətinə baxılır və çox güman ki, iyunun 9-da prosesin başlanıb-başlanmaması barədə qərar veriləcək. Maraqlıdır ki, Paşinyanın etik normaları pozduğuna dair qərar qəbul olunarsa, o zaman prosedura görə o ictimai şəkildə izahat verməli olacaq. Lakin komissiya prokurorluğa müraciət edə bilməz. Bunu da istisna etmirlər. Çünki söhbət aşkar cinayətin əlamətlərindən yox, etik normaların pozulmasından gedir. Onda bu araşdırma nəyə gərəkdir ki? Yəni, bu tamaşa nəyə gərəkdir ki? Hamısı siyasi PR-dır.
Bunlar hamısı siyasi PR-dır və bir-birinin nüfuzunu aşağı salmaqdan ibarətdir. Cəmiyyəti öz tərəfinə çəkmək üçün edilən manipulyasiyalardır. Biz başa düşürük ki, Ermənistan cəmiyyəti 44 günlük müharibədən sonra da, bir günlük antiterror əməliyyatından sonra da çox ciddi bir psixoloji travma yaşayır və belə olan halda onlar kimin ardınca getməsini hələ də başa düşmürlər. Bilmirlər kimə inansınlar və bu gün də hələ Ermənistanda sorğular keçirilir. Bunu nümayiş etdirir ki, Ermənistan cəmiyyəti çaşqınlıq içindədir. Və belə olan halda əlbəttə ki, tərəflər bir-birini artıq mənəvi pozğunluqda, etik qaydaların pozmasında günahlandırmağa başlayırlar. Çünki siyasi, necə deyərlər, əsas artıq itib. Bunlar başa düşürlər ki, Azərbaycanın qalib gəlməsində nəinki indiki hakimiyyət, daha çox keçmiş hakimiyyət günahkardır və indi də Ermənistanın özündə də çoxu düşünür ki, biz gərək vaxtı ikən işğal etməz idi və Azərbaycanla daha yaxşı münasibətlər qurardı. Lakin indi yenə də deyirəm, siyasi mübarizə dövrüdür və artıq kimin dalınca gedəcək, kimə seçkilərdə səs verəcək, bu həlledici amilə çevrilib. Ona görə də artıq siyasi qüvvələr, həmçinin kilsə öz arsenalında olan bütün vasitələrdən istifadə edərək hücuma keçiblər. Aha, bəs qayda necədir? Əslində, həqiqətən də Paşinyanın dediyində həqiqət varsa və gec-tez bu üzə çıxacaqsa, hələ ki Qaregin susur və bu aşkar olarsa, artıq Qareginin yəni fəaliyyəti mümkündürmü, yoxsa istefa verməlidir? Ümumiyyətlə, kilsə ətrafında hər zaman belə çıxışlar olub. Həqiqətən də nəinki erməni kilsəsi, ümumiyyətlə bir çox kilsələr barədə belə onun mənəvi baxımdan ittihamlar səslənib və deyim ki, bu ittihamlar əsassız deyil. Bunlar həqiqətən də yeri var bunun. O ki, qaldı sizin dediyiniz kimi Qareginin susması, həqiqətən də o başa düşür ki, onun bunu əleyhinə nəsə deməsi, qarşıda sübutlar çıxa bilər ortaya və o ümumiyyətlə lap biabır ola bilər. Mən düşünürəm ki, əgər bu sübut olunsa, mən düşünürəm ki, əminəm ki, Paşinyan bunu deyirsə, deməli onun əlində hansı sübutlar var və o sübutları ortaya çıxarmağa da hazırdır. Qaregin əlbəttə ki, istifaya getməlidir, onun yerinə yenisi seçilməlidir və mən düşünürəm ki, bu dəfə seçkilər baş tutacaqsa orada, erməni kilsəsinə, bu zaman Paşinyana yaxın bir dini xadim kilsəyə başçılıq edəcək. Aha. Maraqlıdır ki, bu hadisələr fonunda Nikol Paşinyan özü Hraparak qəzetini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb. Bu barədə siyasətçi Facebook hesabında şəxsi həyatı ilə bağlı nəşrin yazısını şərh edərkən yazıb, ailənin və mənəvi həyatın mənim üçün insanları çaşdırmaq vasitəsi yox, vacib dəyərlər olduğunu sübut etmək üçün mütləq Hraparakı məhkəməyə verəcəyim deyib. Nə baş verir? Gündəmdə olmağa mı çalışır Paşinyan özü də, yoxsa necə? Fikir verirsinizsə, burada da məhkəməyə müraciət üçün əsas səbəb mənəvi dəyərlər ortaya qoyulur. Paşinyan növbətdə dəfə göstərmək istəyir ki, onun üçün mənəviyyat, ailə dəyərləri daha vacibdir. Bu da Ermənistan cəmiyyətində də həqiqətən də bunlar, yəni bir cənublu, bir Qafqaz xalqı olduğuna görə bunlar onlar üçün də vacib olan bir amillərdir. Paşinyan da məhz bundan istifadə edərək məhkəməyə müraciət edir. Yəni bu burada öz şəxsi ilə bağlı hər hansı bir iddialara cavab vermir. Bu ümumiyyətlə cəmiyyətə məxsus dəyərlərin qorunması nöqteyi nəzərindən məhkəməyə müraciət edir və bununla da yenə də siyasi xal toplamağa çalışır əslində. Aha. Paşinyan əslində bu son müraciətində yenə Qaregini xatırladıb və hətta təklif edib ki, Qaregin bu dəfə onu məhkəməyə versin və bəlkə həqiqətlər üzə çıxsın. Hər vəclə çalışır ki, Qaregin ona cavab versin. Amma yəni hələ ki ortalıqda cavab yoxdur. Bundan sonra nə müşahidə edə bilərik bu sahədə? Nə qədər ki Qaregin susur, bu o deməkdir ki, o hələ o günahı boynuna almayıb və ətrafında onun tərəfdarları var. Onun deməsi və məhkəməyə müraciət etməsi əslində Qaregin hələ başa düşmür ki, sona qədər bilmir ki, Koçelyanın əlində hansı dəlillər, sübutlar var, hansı kozırlar var və o başa düşür ki, o məhkəməyə müraciət edərsə, orada onun əleyhinə nəinki Paşinyanın səsləndirdiyi, misal ki, subaylıqla bağlı hansısa deməli öhdəliyin pozulması, oğlunun olması bu çıxacaq. Ola bilsin ki, daha ciddi informasiyalar ortaya çıxsın. Nəzərə alaq ki,
Paşinyan artıq uzun müddətdir Ermənistanın baş naziridir. O, deməli, xüsusi xidmət orqanlarının işinə rəhbərlik edir və xüsusi xidmət orqanları nəinki sadə insanlar, eyni zamanda kilsə xadimlərinin də bağlı müxtəlif kompromatlar əldə etmiş ola bilərlər bu müddət ərzində. Ona görə də Qaregin hazırda susur, ola bilsin ki, Paşinyana qarşı müəyyən bir strategiya fikirləşir. Tək o yox, ola bilsin hətta diasporadan da ona köməklik edir. Amma bu qarşıdurma son nəticədə Ermənistanın daxili vəziyyətinə çox ciddi mənfi təsir göstərəcək. Siz də bir qədər öncə qeyd elədiniz ki, ümumiyyətlə bu hadisələrin bir ucu gedib çıxır seçkilərə, seçki prosesinə. Yəni növbədən kənar seçkilər olmasa, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Və bu ərəfədə belə deyək ki, Ermənistanın Müxalif Respublika Partiyası sədrinin müavini Armen Aşotyan sözü gedən partiyanın baş nazirliyə namizəd seçilib. Hraparak qəzeti məlumat yayıb və Respublika Partiyasının sədri Ermənistanın sabiq prezidenti Serj Sarkisyandır. Seçkilərə artıq ciddi hazırlıq başlayıb sanki. Bəli, yəni adətən demokratik cəmiyyətlərdə, yəni demokratik ənənələrmi deyim, daha demokratik görüntülər olan cəmiyyətlərdə seçkiyə bir müddət qalmış namizədlər, partiyalar öz namizədlərini irəli sürürlər, öz platformalarını elan edirlər. Yəni bunu da biz normal bir seçki prosesi kimi qəbul edə bilərik. O ki, qaldı sırf Serj Sarkisyanın partiyasından olan namizədin irəli verilməsi. Sual ola bilər ki, niyə görə Serj Sarkisyan öz namizədliyini irəli verməyib? Əlbəttə ki, o başa düşür ki, onun nüfuzu həddən artıq aşağıdır. Hətta ona qarşı ola bilsin cinayət işi də qaldırılsın. Çünki Azərbaycanda artıq ona qarşı müəyyən iddialar, onun Azərbaycana verilməsi ilə bağlı tələblər də ola bilər. Və o yeni bir namizədlə ortaya çıxmaq üçün istəyir ki, bütün bu ona qarşı olan bu iddiaların bir növ yumşaltsın. Yeni namizədlə çıxsın və söhbəti başqa bir məcraya yönəltsin. Bəli, seçkiyə hazırlıq gedir. Nəinki indi biz yaxın dövrlərdə başqa partiyaların və fraksiyaların da yeni öz namizədlərini irəli sürdüyünü görə biləcəyik. Bu adi bir prosedurdur ki, seçkilər ərəfəsində mümkündür. Biz eyni zamanda müşahidə edirik baş nazirlərlə bağlı ki, onları istintaq komitələrinə cəlb edirlər. Həmçinin rüşvətxorluqda ittiham olunanlar var. Hətta bu yaxınlarda Paşinyan, mən onu bundan sonra rüşvətxor deyə çağıracağım. Elə səhv eləmirəmsə Sarkisyana qarşı eyni fikri bildirmişdi. Yəni bu yolla Paşinyan da mübarizəsini davam etdirir. Onları gözdən salmağa çalışır. Amma eyni zamanda onlar da mübarizə aparmaqdadırlar. Məsələn, Sarkisyanın partiyasını biz gördük. Digər namizədlərin adları hələ hallanmır. Onlar nə edirlər? Yəni, məlum məsələdir. Bu 3 eks-baş nazirin adı Rusiya ilə daha çox hallanırdı. Yəni, müəyyən tapşırıqlar alırlarmı? Hətta deyirdilər ki, hətta kütləvi informasiya vasitələrində məlumatlar da dərc olunurdu ki, tez-tez Moskvaya gedib gəlirlər olar. Yəni, hansı tapşırıqlar alıblar? Hazırda nə edirlər? Hazırda düşünürəm ki, Rusiya onlardan əllərini üzüb. Çünki uzun müddətdir onlar çalışdılar ki, Paşinyanı məhz onlar vasitəsilə deməli, hakimiyyətdən uzaqlaşdırsınlar. Ancaq onlara qarşı səsləndirilən tək Paşinyan tərəfindən yox, eyni zamanda Azərbaycan tərəfindən də onlara qarşı qaldırılan cinayət işləri Rusiyaya izah etdi ki, onlara stavka etmək elə də düzgün deyil. Çünki onlar Ermənistan cəmiyyətində elə bir ciddi nüfuza malik deyirlər. Üstəgəl onlara qarşı xeyli ciddi iddialar irəli sürülür. Ona görə də kilsə məsələsi ortaya çıxdı. Kilsə vasitəsilə Paşinyanı devirmək istəyirlər. O ki, qaldı növbət digər baş nazirləri, keçmiş baş nazirlərlə bağlı. Onlar da gözləmə metodunda, gözləmə modundadırlar, necə deyərlər. Onlar da gözləyirlər ki, bəlkə Rusiyadan öz yeni dəstək ala bilsinlər. Çünki Rusiyadan dəstək alınmasa, onlar qarşıdakı seçkilərdə heç nəyə ümid edə bilməzlər. Paşinyan da əlbəttə ki, bu yaxud siz dediniz, həm Serj Sarkisyanla bağlı, həm Koçaryanla bağlı, rüşvətxorluq, korrupsiya bağlı xeyli onun əlində faktlar var. Bu yaxınlarda mənə müraciət edəndə dedilər ki, onların Azərbaycana verilməsi nə qədər mümkündür. Mən də dedim ki, Paşinyan bunu çox həvəslə bugün edə bilər. Sadəcə bu zaman artıq Ermənistan cəmiyyətində bir təfkid ola bilər. Çünki nə qədər onlar cinayətkar da olsa, Ermənistan cəmiyyəti
hakimiyyəti üçün bu gün Azərbaycan düşmən kimi görünür və Paşinyanı artıq bir növ satqınlıqda ittiham edə bilərlər. Amma yenə də deyirəm, yaxın gələcəkdə qarşıdakı seçkilərə qədər olan müddətdə mən istisna etmirəm ki, həm Serj Sarkisyana bağlı, həm də digər keçmiş rəhbərlərə qarşı Paşinyan artıq daha ciddi addımlar atsın, onları həbs altına da ala bilər. Yəni çox şey ola bilər bu müddət ərzində. Sir deyil ki, Rusiya rəsmilərinin İrəvana bu aralar bu qədər sıx təmasda olması, sıx səfərlər etməsi də məhz bununla əlaqədardır. Bu da seçki ərəfəsində sanki bir marafondur. Və necə düşünürsünüz, gələn rəsmilər istədiklərinə nail olurlarmı? Paşinyanı sözsüz ki, onun öz siyasətinə imtina etməyi, vadar etmək mümkün olmayacaq. Çünki Paşinyan tutduğu xətt üzrə davam edir. Yəni, hakimiyyətə gəldiyi ildən bəri o öz xəttini davam edir. Bəli, bəzən olur ki, Paşinyan məcbur olur, müasir siyasi reallıqlarla üzləşir. Misal üçün, 9 may paradına getməsi, sonra Putinə müəyyən güzəştlərin etməsi, bunlar olur. Ancaq Putinə Paşinyandan bu yox, daha ciddi şeylər lazımdır. Rusiyanın sırf geniş qayıtması, geniş şəkildə Ermənistanda qayıtması. Hətta deyim ki, Paşinyan hakimiyyətində Rusiya hərbi bazasının Ermənistandan çıxarılması ilə bağlı çağırışlar da olur. Bu da əlbəttə ki, öz başına olmayan çağırışlardır. Bu da elə Paşinyan komandası tərəfindən diktə olunan bir çağırışlardır. Rusiya bunu neytrallaşdırmağa çalışır. Paşinyanla da danışıqlar aparır, amma dediyim kimi, Paşinyan bu danışıqlarda Rusiya tərəfinin dediklərini sona qədər əməl etməyəcək. Bunu hər kəs başa düşür. Amma yenə də deyirəm, başqa qüvvələr, o cümlədən kilsə bunu etməyə hazırdır. Hətta bundan artığını da etməyə hazırdır. Əsas odur ki, Rusiya onlara hakimiyyətə gəlməkdə köməklik göstərsin. Ermənistanda daha bir qüvvə var, bilirik. Erməni separatçılarının qüvvələri. Lideri, məsələn, onların lideri Samvel Şahramanyan Ermənistan İstintaq Komitəsi tərəfindən yenidən dindirilib. Onun vəkili Roman Yeritsyan bildirib bu barədə və kütləvi informasiya vasitələrinin məlumatına görə Şahramanyan şahid qismində dindirilib. Hüquq mühafizə orqanları təfərrüatları açıqlamır. Samvel Şahramanyan son həftələrdə 44 günlük müharibə ilə əlaqədar 3 ayrı cinayət işi üzrə 5 dəfə dindirildiyi qeyd olunub. Onlara da sanki Paşinyan hakimiyyətinin nəzarəti güclənib. Yəni, vaxtaşırı onlara imkan vermirdi müəyyən qədər özlərini tutmağa, müəyyən çıxışlar etməyə. Amma elə ki, biraz hərəkətlənirlər, dərhal İstintaq Komitəsi fəaliyyətə başlayır. Bəli, həmin qüvvələr əslində Ermənistan hakimiyyəti üçün, Ermənistanın hazırdakı hakimiyyəti üçün bir baş ağrısına çevriliblər. Çünki Azərbaycanla danışıqlar aparmaq istəyirsə, Azərbaycanın əsas və qəti şərtlərindən biri odur ki, Ermənistan öz ərazisində separatçıların fəaliyyətini gərək qadağan etsin, onu ümumiyyətlə mümkün etməsin. Lakin Paşinyan hakimiyyəti yenə də bu gün oyun oynayır. O düşünür ki, mən onu tam qapata da bilmərəm, çünki Azərbaycana qarşı bəlkə nə vaxtsa istifadə edə bilərəm. Ona görə də o onlara nə tam fəaliyyət göstərməyə imkan verir, nə də ki, tam qadağan edir. O göstərmək istəyir ki, mən hələ onlarla bacarmıram, Azərbaycana göstərmək istəyir, mənim bacardığım bu qədərdir, bunu edirəm və bu arada da sülh müqaviləsinin bağlanmasını tələb edir. Baxmayaraq ki, Azərbaycanın tələblərinin çoxuna hələ ki, onlar razılıq verməyiblər. Ona görə bugün Paşinyan da əslində onların fəaliyyətindən narazıdır, qane etmir onların fəaliyyəti. Çünki bu separatçıların orada hər hansı bir aktivliyi onun Azərbaycanla təmaslarına ciddi əngəl törədir. Amma yenə də deyirəm, müəyyən məsələlər var ki, o bundan Azərbaycana qarşı da istifadə etmək fikrindədir. Bu günlərdə Ermənistan parlamentinin sədri Alen Simonyan da müəyyən maraqlı açıqlama ilə gündəmə gəldi. Ləğv edilmiş separatçı rejimin qalıqlarının İrəvandakı mövcudluğunu inkar edib. O, bu barədə jurnalistlərə açıqlamasında deyib və Ermənistanda Qarabağ strukturları yoxdur və əgər varsa, QHT səviyyəsindən yuxarı ola bilməz. Əks halda mən müvafiq strukturların buna cavab verməsinə tələb edirəm, parlament sədri deyib. Simonyan hətta iddia edib ki, Ermənistanda başqa strukturlar yoxdur və varsa da onlar tanımır və tanınması da mümkün deyil. Bu nəyə hesablanmış açıqlamadır? Ermənistanda yəni bu istiqamətdə nə baş verir? Aydındır, daxildə çəkişmələr gedir, biz bunu qeyd elədik. Amma
sanki kimlərəsə də yerləri göstərilir. Bu həm daxili auditoriya üçündür, amma eyni zamanda daha çox xarici auditoriya ünvanlanmış bir mesajdır. Ermənistan Azərbaycana, yəni sizin adını çəkdiyiniz şəxs, bu Ermənistanda kifayət qədər nüfuzlu vəzifə daşıyan bir şəxsdir. Onun adından belə, ondan belə bir şey səslənilməsi o deməkdir ki, Ermənistan separatçılardan əl üzür, yəni onları dəstəkləmir rəsmi olaraq və hətta təhdid edir ki, onlar fəaliyyətini davam edərsə, mən onlardan sorğuyla müraciət etməli olacağam. Amma burada digər bir məsələ var ki, onlar bununla da bir növ separatçılara yol göstərir ki, siz öz fəaliyyətinizi QHT kimi davam edə bilərsiniz. Yəni biz sizi tam bağlamırıq, amma QHT kimi siz işinizi davam edin. QHT-lər də bilirik ki, xaricdən maliyyələşirlər, diaspora onlara geniş imkanlar yarada bilər, maliyyə ayıra bilər və QHT vasitəsilə onlar çalışa bilər ki, Ermənistan cəmiyyətində bu, necə deyərlər, Qarabağ mövzusunu daim üzdə saxlasın. Bununla bağlı təbliğat həyata keçirsin, yeni nəsli revanşizmə çağırsın. Bu da əlbəttə ki, qəbul olunmaz bir şeydir. Bu əslində Ermənistanın hazırki hakimiyyətinin iç yüzünü göstərir. Üzdə onlar separatçıları dəstəkləmədiyini göstərir, amma eyni zamanda müxtəlif başqa maska altında onların fəaliyyətinə imkan yaradacaqlarını göstərirlər. Sanki müəyyən bir hədd qoyurlar, yəni o həddən yuxarı çıxılmasın. Bəli, yəni ki, qeyri-hökumət təşkilatı əslində dövlətə aid olmayan bir qurumdur, vətəndaşların könüllü birlikləridir və bunlar da sabah Azərbaycana deyə bilərlər ki, bizdən asılı olmayan bir şeydir. Bunlar birləşiblər, QHT yaradıblar, fəaliyyət göstərirlər. Amma rəsmi etmədiklərinə görə onlar bu maska altında onların fəaliyyətini dəstəkləyəcəklər yəqin ki. Aha, maraqlıdır ki, bu separatçılar arasında Babayan da maraqlı bir fiqur idi. Babayanın müəyyən vaxt ərzində adı hallanır, sonra yenidən gündəmdən itir və lazım olanda onun daha çox açıqlamaları hökumət tərəfindən olan açıqlamalardır sanki. Hakimiyyət həqiqətən də dediyim kimi o separatçılarla hələ bugün tamamilə tam olaraq bilmir nə edəcək. Ona görə də separatçıların arasında da onların öz adamları var. Onlara necə deyirlər, xidmət edən, bəlkə də məlumat çatdırılan adamlar var. Bu ona görə edilir ki, lazım olan anda həmin hərəkatı öz təsir altına alsınlar və siz dediyiniz kimi Babayan da bunlardan biridir. O daha çox hakimiyyətə yaxın bir insandır. Ola bilsin ki, sabah hakimiyyətdən elə bir tapşırıq olarsa, o çıxış edib ümumiyyətlə bu hərəkatın buraxıldığını da elan edə bilər. Yəni belə şəxslər hər bir hərəkatda olur, hakimiyyətin insanları deyirlər bunlara və bunlar da onların üzərinə qoyulmuş müəyyən vəzifələri lazım gələn anda səsləndirməyə hazırlanırlar əslində. Aydındır. Təşəkkürümü bildirirəm. Çox sağ olun, suallarımı ətraflı cavablandırdınız.